Salamünaleyküm, hardayam, hökməl arkasından qalxdın Xocasən binalarına gedəndə. Marşrut 50-100 metrindən işləyir. 4 otaqlı ev, qiymət neçəyə? Lənkəran 42 min manata. Həm hökməliyə yaxındır buradan, həm də Xocasən binalarına. Buradan Əcəmiyə qədər marşrut işləyir. Hər yana marşrut işləyir. Zalın ölçüsünə var, genişdir. Otaqlar da genişdir, şəxsi tikili evdir. Bir dənə də burada çox böyük otaqdır bu. Ölçüsünə var, çox genişdir də. Qaz, işıq, su, kanallar, şotçuklar hamısı var. Evin bir dənə əmması var axırda deyəcəm. Ara kəsməyə qədər fikir verin. Qoşa daşdır. Bir dənə də burada böyük yataq otağıdır. Ölçülər yaxşıdır, qiymət hamısına yaxın. 42 minə görə, 4 otaqlı evə görə qiymət idealdır. Burada da bir dənə nədir o? Derisk otağıdır. Buradan da gəldi. Həyəti də navestidir. O normaldır. Yerinə və qiymətinə görə çox yaxşıdır. Burada da bir dənə mətbəxdir. Bu da səhər gəldi, mətbəx bölümünün içərisində qalacaq. Görürsünüz. Burada otur, ye, iç. Oldu 5 otaq sənin. Burada da tamam sanuzeldir. O da tam təmirdir. Burada foyesdir. Burada da ayaqqabı dəyişməyə, paltar asmağa yer üçün. Çıxardan çöydən tanışada həyəti də genişlərsə 2-3 maşınla rahat daxil olar həyətinə. Ev yerdən deyil, kürsülüdür. Bu da çöldən görünüşüdür. Üstə baxın paketdir. Normal həyəti var. Genişli həyətin rahatlıqdan maşın daxil olur. Su baseynəsinə qədər var, şotçuklar var, hər şey var. Bir dənə əmması var, o da ki evin üstü köhnə evlərdəndir. Yəni yaşanmış evlərdən üstü bitişikdir. Yəni onun buna heç bir aidiyyatı yoxdur. Onun kodu ayrıdır, bunun kodu ayrıdır. Yəni bir-birlərinə aidiyyatı yoxdur. Yəni əlaqə saxlayın, hər qiymət əldə elə var, əl damına qədər var. Kürsünü görürsünüz də, yəni yerdən deyil, 6 daş kürsünü. Sağ olun, var olun.